Sağ ol ay qardaş. Mən yığırsa yaxşımı? Yaxşı dayaq. Mən gedirəm kompüter oynamaq. Hara getsən deyən görün. Ha. Bayaqlar dayın çıxanda əlinə nəsə belə uzatdı. O nə qədər verdi? Verir də bir şey verdi. Nə bir şey verdi? Nə qədər verdi? Dana onu denə görün. Amma o niyə ağ şeydi sorusu? 20 manat verdi. Cib xərcləyici məktəbə xərcləyərsən həftələrlə. Bayaqları Sənubər burada deyib kameralara düşürsüz deyə verəndə burada əlinə nəsə uzatdı. Amma bizdə kamera yoxdur. O nə tər Yox, o çəkmişsən? nə qədər kameralara düşürsə, o nə qədər verdi orada? Sənubər nə qədər verdi? Az gün mən alamamışdı hədiyyə. Dedi 30 manat alaq. Bir-birinin balası. Xərclə. Mən 30 manat qoydum. Başqa kim verdi? Amma mənə veriblər də. Neynirsən nə qədər verdi? Firuzə xala verib 60 manat. 60 30. O nə dəlindəki? Bu Elxanam verdi ki, maşında artıq içərsən. Ver onu bura. Amma su sox. Səndən olsa bunu 1 saniyədə içərsən. Bunu 37 ilişmək lazımdır. Amma balada soxdu da soku niyə aldın? Sən 110 manat da ma ver. Mən özüm həll eləyəcəm. Yox, sən niyə verirəm 110 manat? Yox, mən əndəki paltarı mən alıram, mən alıram. Sən gel zırta pırta çipsiyə, mipsiyə xərcləyəsən, ora bura xərcləyəsən, yalandan məktəbdə dağıdasan o pulu. Yox, mənim pulumla mənə paltar arsan cırılır. Yox, sənin dədən insanı ağarır ki, mən alıram da bəs. Yox, bir mənim pulumla arsan. Ay sən dayın, əslində o pulu mənə veribdi. Ayıb olmasın deyə sağ verdi. Nasıl olur? Elədir də sən o Sənubər, sənin yaşına mənə vermişdi ki, get al. Prosta sağ verdi də, başa düşdü. Böyük pul verməz axı qadın alım. Sən o pulu mənə ver.